Balakən polisi kriminal aləmdə özünü toxunulmaz sayan 35 yaşlı Kor Elçin ləqəbli narkobaronu həbs edib. Balakən rayon polis şöbəsinin axtarış əməliyyat qrupunun əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq istintaqa təhvil verilməsi istiqamətində növbəti əməliyyat axtarış tədbirləri keçirib. Rayon polis şöbəsinə daxil olmuş məlumat əsasında uzun müddət cinayət məsuliyyətindən yayına bilən rayonun Qazma kənd sakini 35 yaşlı Elçin Alvasovun yaşadığı evdə və evin həyat yanı sahəsində əməliyyat axtarış tədbiri keçirilib. Tədbir zamanı Elçin Alvasovun yaşadığı evdən bir ədəd xaricdə istehsal olunmuş barabanlı tapanca və ona məxsus 3 ədəd patron, selofan torbada çəkisi 1 kilo 150 qram olan qurudulmuş marixuana, 4 ədəd 12 çaplı ov tüfənginə aid patronlar olan qatar, müxtəlif məqsədlər üçün istifadə edilən gecə görmə cihazları, müxtəlif ölçülü kameralar, müxtəlif markalı mobil telefon və mobil telefon nömrələri, 2 ədəd müxtəlif markalı notebook və digər aksesuarlar maddi sübut kimi götürülüb. Tədbirlərin davamı olaraq Elçin Alvasovun yaşadığı evin həyətinə baxış zamanı müxtəlif banklar tərəfindən axtarışda olan Lexus, BMW, Mercedes və Vaz 21015 markalı avtomaşınlar və bir neçə digər avtomaşınlara aid dövlət nömrə nişanları aşkar edilərək maddi sübut kimi götürülüb. Elçin Alvasov polis əməkdaşları tərəfindən tutularaq istintaqa cəlb edilib. Rayon polis şöbəsindən verilən digər məlumata görə, kriminal aləmdə özünü toxunulmaz hesab edən, Respublika ərazisində Kor Elçin ləqəbi ilə tanınan narkobaron Elçin Alvasov uzun illər idi ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olurdu. Elçin Alvasov narkobaron kimi hətta qonşu Gürcüstan və Rusiya ərazisində də tanınırdı. Uzun müddət cinayət məsuliyyətindən yayınmış Kor Elçin ləqəbli 1981-ci il təvəllüdlü Balakən rayon Qazma kənd sakini Avazov Elçin Mehdioğlu'nun yaşadığı evə baxış keçirilmişdi. Baxış zamanı evdən bir ədəd xaricdə istehsal olunmuş baraban tipli tapanca və ona aid olan 3 ədəd patronlar, mənzildə selofan torbada 1 kiloqram 150 qram qurudulmuş marixuana və 4 ədəd 12 kalorili ov tüfənginə aid patronlar olan qatar, müxtəlif məqsədlər üçün istifadə olan silah üçün gecə görmə cihazları, müxtəlif ölçülü kameralar götürülmüşdür. Həmin tədbirlərin davamı olaraq Elçin Alvasovun evin həyətində baxış keçirilən zaman müxtəlif banklar tərəfindən axtarışda olan Mercedes, Lexus, BMW və Vaz 21015 markalı avtomaşınlar, digər avtomaşınlara məxsus dövlət qeydiyyat nömrə nişanları aşkar edilib götürülmüşdür. Faktla bağlı araşdırma aparılır. Şəmsdən Fikrətli, İlham Əhmədov, Dünya TV.